Tarix yazan qəhrəman oğullarımızdan biri də 44 günlük Vətən müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən biri olan Göyçay rayonunun Qaraxıdır kəndi şəhidi Abdullayev Səməd Sədiyəroğlunun 5-ci ildönümü məzarı önündə qeyd olundu. Şəhidimizin məzarı və ev muzeyi ziyarət edildi. Mərasimdə şəhid ailələri və ziyalılar, kənd sakinləri, Göyçay rayonunun Qaraxıdır kənd Zülfüqar Zülfüqarov adlı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu və bir dəqiqəlik sükutla yad edildi. Başlamamışdan öncə Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad olunması, suverenliyimizin bərpa olunması uğrunda canından keçən igid şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad edək. Şəhid ailələri şəhidimizin xatirələrindən bəhs etdilər və məktəb şagirdləri şeirlər səsləndirdilər. Yaşında parta arxasından təzə durmuş bir Səmədimizin tədbirinə yerləşmişəm. İlk növbədə deyərdim ki, onun atasına, anasına başsağlığı veririk. Allah onların ruhun şad eləsin, məqamların ucadan da uca eləsin. Bu kənd fəxr eləməlidir ki, bu kəndin 3 qəhrəmanı var. Rəhimimiz, Şəmistanımız, Səmədimiz. Bunlar belə bir qəhrəmanlıq göstərər. Mən hələ ürəyimdən keçir ki, bu kəndin adı Qaraxıdır yox. Elə qoysunlar Səmədli, Şəmistanlı, Rəhimli. Bu kəndin adını belə də vermək olar. Çünki onlar elə bir tarix yazıb ki, o tarix heç vaxt yaddan çıxmaz. Onlar bu tarixi ona görə yazdılar ki, bu millətimiz ayaq üstə durmaq üçün, gənclərimiz təhsil almaq üçün, istirahət etməkləri üçün, bax, hamısı onların sayəsində olub. Biz analar da, atalar da saçlarımızı ona görə ağartmışıq. Bizim ağartdığımız saçlara görə bu istirahətlər edilir. Ayaq üstə durulur. Məktəblərdə gənclər yaxşı əllərində güllər. Bax, bu tədbirlərdə onların sayəsində gəlib dayanmışıq. Hamımız məktəblərlə bərabər. Onlar bizim Qarabağımızdır. Onlar bizim himnimizdir. Onlar bizim hər şeyimizdir. Sentyabr ayı gələndə biz sevinə-sevinə deyirdik ki, uşaqlarımızı məktəbə yollayırıq ki, ana, vətən sözlərini öyrənməyə. Bu qəhrəmanlar hardan bilirdi ki, vətən sözünü öyrənməyə getdiyi ayda da şəhid olacaqlar. Bizim üçün çox ağırdır. Biz analara, biz atalara həqiqətən çox ağırdır. Günü-gündən bu tədbirlər, yəni balamızın itirdiyimiz günlərdir bu günlər. Bu yaxınlarda mənim nəvəm, Vidadinin qızı televiziyada çıxışında dedi, zəfər işçisiz olmaz. Mən də atamı deyil, zəfərə qurban verdim. Biz ailə, uşaqları olan analara, xanımlara deyərdim ki, biz təzədən vidadilərimizi böyüdürük. Biz təzədən pərvinlərimizi böyüdürük. Biz onların iyin onlardan alırıq. Mən xalqımdan, millətimdən həmişə xahiş edirəm. Bayraqları göydə dalğalandıran oğlanları unutmayın. Sağ olsun dövlətimiz. Qayğı göstərdilər. Onun dəmir yumruğu altında bu oğlanlar birləşib. Nə qədər texnikada olsa onların gücü ilə aldıq Qarabağımızı. Onlar Qarabağı kinolarda, filmlərdə görmüşlər. Amma qarış-qarış gəzib, bellərində ağır dişlər Qarabağı bizə qaytardılar. Özləri qayıda bilmədilər. Vətəni geri qaytarıb, özləri geri qayıtmayan oğlanlardır bu oğlanlar. Bax, yanımda Əminə bacı yanım. Onun işığını yandıran yoxdur. Niyə? Bu xalq üçün. Əgər bu qəhrəmanları unudan olsa, öz Azərbaycan millətini unutmaq deməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Sədiyarlar. Allah sizə səbir versin. Hamımıza. Hamımıza Allah səbir versin. Bu oğlanları ayaq üstə durub yaşada bilər. Biz yaşayaq ki, onları yaşada bilər. Sağ olun. Himayətinə, ölkə rəhbərliyinə və bütün kənd əhlinə, Qaraxıdır kəndi adından öz minnətdarlığımı. Gözəl sözlər deyirsiniz Hüseyn ağa müəllim. O deyirsiniz ki, çox sağ olun gələnlərə, mən bunu Şəkər kəndində də deyirəm. Axı mən dedim, bizim borcumuzdur. Mən bir gün burada iştirak eləmirəmsə, mən Azərbaycanlı deyirəm.
Mən bu gün burada bizdən ötəri qanını, canını verən oğlanlar da olar. Allah rəhmət eləsin. Bu gün hansı ki bu şəhidin bu gün anım günüdür. O uşağın biz körpəliyini görmüşük. Biz onun atadan, anadan nə cür tərbiyə aldığını bilirik. Və bu gün həyatda həmin ailə seçilən ailədir. Və qismətdən gəlib bu gün həmin o Səmədin ad günündədir, doğum günündə bu günlərin bu elə-belə iştirak edilmir. O adam, o insan, o valideynləri bir daha zirvəyə qaldırır. O insan bizləri bir daha ucaldıb. Azərbaycanı bir daha yüksəkliyə qaldırdılar. Bu gün Azərbaycan adı, bu gün Azərbaycan sözü biz deyəndə fəxrlə deyirik. İnanırsınız ki, bu yaxınlarda mən bir yerdeydim, istirahətdə, Aydın müəllim də oradaydı. Orada bir nəfər insan var, gördü ki, oturub söhbət edirdi. Bir nəfər gördüm ki, bir yaşlı kişi var, biraz keyfsizdir. Elə soruşurum, daha ağsaqqal, nə olur, niyə keyfin yoxdur? Dedi, heç, elə keyfim var və soruşdum, gördüm, bu adam oldu şəhid. Atası Cəllabad rayonundan, bu da istirahətə gəlib. İnanırsınız, biz onun şəhid atası olandan sonra, biləndən sonra, bir 10-12 gün bir yerdə qaldıq. Hamı onunla ikəlli görüşmək, hamı ona yer göstərmək, harasa bir yerə gedəndə onun maşının qabağında otuzdurmaq. Bax, bunların hamısını biz elədik və bir qrup adam, bax, budur şəhid atalarının, şəhid valideynlərinin qazancı. Çox sağ olun, mən nə deyeyim, hər ildə bu anım günləri keçirilir. Nə qədər keçiriləcək və biz də, mən yenə deyirəm ki, həmişə, mən dünəndən Sədiyar tutduğuna görə dünəndən Sədiyar qardaşıma zəng elədim ki, birdən xəbərim olmaz da, sabaha da keçir. Və buradan mən iştirak eləməsəydim, özümü artıq bu həyatda olmamış kimi hiss edirdim. Bağışlayın ki, yəni biz indi başqa kətliyi, uzaqdır xəbər, o birisi şəhid valideynləri, burada olanların hamısına evlatlarının dərsində ola bilirik. Olanmırıq, yəni bir yüzünü saytırlar, bütün kəndlərini. Ona görə də minnətdarlıq edirik. Çox sağ olun, Allah rəhmət eləsin, Allah səbir versin və Azərbaycan xalqının, Azərbaycan millətini da deyəcəm, biraz çox danışdım, bağışlayın. Var idi, bir xeyir iş eləmək istəyirdi. Elədi, Qurban müəllim, neyniyim? Dedim, sən oktyabr ayında o iş eləmə. Dedim, gündə bir şəhid ilidir. Gəl onu saxla noyabr ayına. Dedim, çox gözəl misal. Yəni bizim oktyabr ayı doğrudan da matəmimizdir. Doğrudan da onları biz yad eləyirik. Hər birimiz hər gün fikirləşməliyik ki, hər gün bir şəhidin torpağa tapşırılan günüdür. İndi noyabr ayında da olub ha. Əsas hər oktyabr ayında şəhidlərimizə rəhmət eləsin və həmin valideynlərə, həmin o atalara, o analara səbir diləyirik. Ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağına, torpağına qarışmışam. Sarılaraq bayrağına, bayrağına qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külük olub qarışmışam sizinlədir. Şirin bir xəyala dönüb, kim ki məni arzulayır, tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam. Heç zaman unudulmuram, könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açıram mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam, yerim cənnət. Nə olsun ki, cismim köçüb bu həyatdan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Necə ki, xalq şəhidinə qoyur hörmət. Demək unudulmamışam, demək hələ yaşayıram. Demək unudulmamışam, demək hələ yaşayıram. Vətən yolunda, şirin canından keçib, igidliyi, mərdliyi, özünə amal seçib. Ömrü bahar çağında həyatdan erkən keçib. Ölümüyle buyurdu bu torpağı yaşadanlar. Yaşayan her ömürde canınız, kanınız var. Ses verdiniz vətənin harayına, sesine. Yükseldiniz müqəddəs şəhidlik zirvətinə. Məzarınız dönübdür, ziyarətdir
zirvəsinə. İnanın, inanın and içirik. Qanınız anılacaq, xatirəniz, ruhunuz həmişə anılacaq. Bir ata övladından kimdə öldünüz, kimdə nəsillərə yetəcəkdir ününüz. Biz bu gündə, sabah da əsrlərlə sağsınız. Bu yurdun sinəsində vüqarsınız, dağsınız. Siz yazdınız millətin tarixini qan ilə, sinənizdə yurt saldı, yurda atılan güllə. Məzarınız tutulur, min çiçəyə, min gülə. Tərsiniz, çiçək kimi, həmişə baharsınız. Azərbaycan kürsündə əbədi yaşarsınız. Şəhid ailələri şəhidimizin məzarı önündə xatirə şəkli çəkdirdilər. Xatırladaq ki, Abdullayev Səməd Sədiyəroğlu 17 iyun 2002-ci ildə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdu. 2008-ci ildə Göyçay rayonu Qaraxıdır kəndi Zülfüqarov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdu. Məktəb illərində öz tərbiyəsi ilə və sadəliyi ilə sakit, düşüncəli və nümunəvi şagird olur. Onun sadəliyi və düşüncəli olması müəllimlər və şagirdlər arasında ona hörmət qazandırır. 2019-cu ildə həmən məktəbin 11-ci sinifini bitirir və sonra bir müddət idmanla məşğul olan Səmədin nəhayət gözlədiyi gün gəlir. 7 iyul 2020-ci ildə hərbiyə çağırış vərəqəsi alır. Cəsarətlə hərbiyə yola düşür. Hərbi xidmətə Beyləqan rayonunda yerləşən en sayılı hərbi hissədə başlayır. 27 sentyabr 2020-ci ildə başlayan 2-ci Qarabağ müharibəsində iştirak edərək igidlik göstərən Səməd Abdullayevin döyüş yolu Füzulidən başlayır. Füzuli rayonunun işğaldan azad olunması uğrunda, Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, igidlik göstərib. 1 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Rüzgar kəndi yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhadət mərtəbəsinə yüksəlmişdi. 2 oktyabr 2020-ci ildə yaşadığı Göyçay rayonunun Qaraxıdır kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamının əsasında vətən uğrunda Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və igidliyə görə medalları ilə təltif olunmuşdu. Sonda şəhid ailəsi ziyarətçiləri çay süfrəsinə dəvət etdilər. Məkanın cənnət olsun şəhidim. Azərbaycan internet televiziyası üçün yayımlanmışdır. Xüsusi müxbir İsmailov Zəkə Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, səsləndirdi Ceyran Abdullayeva, Göyçay Qaraxıdır kəndi. Müqəddəs borcunu yetirən zaman sinəsin gəlmişdir dara şəhidim. Namərd atəşinə tuş gələn zaman dərindən almışdır yara şəhidim. Nakam deməyək biz, bəlkə də kamı, bu idi gəlibmiş çatıb məqamı, şəhidlik zirvəsin dərin eyhamı, sarmaşıq gülü tək sarı şəhidim. Gedir çiyinlərdə bayrağı ilə, qələbə çalınmış torpağı ilə, vətənin hər daşı yarpağı ilə, qalmasın gözündə qora şəhidim. Yanmazmı atanın qanamış bağrı, yatmazmı ananın köksündə ağrı, şəhidsiz gedilmir zəfərə doğru, dünya belə gəlmiş xara şəhidim. Varmı igidlikdə tən bərabəri, şücayəti olmuş dillər əzbəri, bəs kimlər ağlasın yetim əskəri, qar yağmış hər bahara şəhidim. Şəhadət şərbəti içibdir canın, mələklər büyüyüb hər bir dörd yanın, bəllidir hamıya axır ünvanın, sormuram gelirsən hara şəhidim. Bu zəfər tarixdir qalacaq izi, buna şahid olsun Allahın özü, yerlərə atılıb düşmənin dizi, düşmən gəlib artıq zara şəhidim. Əşarın döyüşü söz qələmlədir, sanmayın ki ancaq öz aləmlədir, düşmən açıq aydın cəhənnəmlədir, haqlısan olsan da hara şəhidim.